Azərbaycanda maşın sürmək artıq təkcə komfort məsələsi deyil. Yanacaq qiymətləri, servis xərcləri, ehtiyat hissələrinin bahalaşması hamısı büdcəyə təsir edir. Bəs hansı maşınlar həm az yandırır, həm də cib yormur? Bu gün Nicat Xaç kanalında Azərbaycanda ən çox sürülən və ən ekonom sayılan 5 avtomobili analiz edirik. Real sərfiyyat, ustaların rəyi və bazar vəziyyəti ilə. Başlayaq. Birinci yerdə Toyota Prius'dur. Əgər söhbət ekonomiyadan gedirsə, Prius siyahının başında gəlir. 1.5 litrli və 1.8 litrli hibrid mühərrik, şəhərçi real sərfiyyat 4-5 litr. Elektrik plus benzin sistemi. Prius xüsusilə də taksi sektorunda çox məşhurdur. Səbəbi sadədir. Az yanacaq, az xərc. Şəhər içində inanılmaz ekonom, mühərrik uzun ömürlüdür. Hibrid bateriyası düzgün istifadə ilə illərlə problem yaratır. Bəs mənfi tərəfləri? Korpus dizaynı hər kəsin zövqünə uyğun deyil. Bateriya dəyişim bahalı ola bilər, amma nadir hallarda. Əgər sən şəhər üçün ekonom maşın axtarırsansa, Prius ciddi seçimdir. İkinci yerdə Hyundai Accent'dir. Azərbaycanın ən çox görünən modellərdən biridir. 1.4 litrli və 1.6 litrli benzin mühərrik, real sərfiyyatı isə 6 və 7 litrdir. Usta problemi yoxdur. Accent'in əsas gücü sadəlikdir. Elektronikası azdır, mühərriki sadədir və ehtiyat hissələri ucuzdur. Üstünlükləri: servis xərci aşağıdır, yanacaq sərfiyyatı normaldır, şəhər üçün ideal ölçü. Mənfi tərəfi isə səs izolyasiyası zəif, komfort premium səviyyədə deyil, amma büdcə dostudur. 10-12 min aralığında ən rasional seçimlərdəndir. Üçüncü yerdə Kia Rio'dur. Texniki olaraq Accent ilə eyni platformadadır. 1.4 litrli və 1.6 litrli mühərrik, 6-7 litr sərfiyyat, biraz daha modern dizayn. Rio daha gənc görünüşlüdür və interyeri biraz daha səliqəlidir. Üstünlükləri isə ekonom mühərrik, ucuz ehtiyat hissələri, bazarda satışı asandır. Mənfi tərəfi isə avtomat qutularında zamanla zərbələr ola bilər. Sürət həvəskarları üçün deyil, şəhər üçün iş görən ekonom variant. Dördüncü yerdə Toyota Corolla. Corolla Azərbaycanın ən çox sevilən modellərindəndir. 1.6 litrli benzin mühərrik, 7 litr ətrafı real sərfiyyat, yəni etibarlılığı yüksək. Bəli, Prius qədər az yandırmır, amma mexaniki olaraq çox dayanıqlıdır. Üstünlükləri: uzun ömürlü mühərrik, satışı çox rahatdır, ailə üçün ideal seçimdir. Mənfi tərəfləri isə qiyməti biraz yüksəkdir, dinamika orta səviyyədədir. Əgər sən başım ağrımasını deyirsənsə, Corolla təhlükəsiz seçimdir. 5-ci yerdə Chevrolet Spark'dır. Ən ucuz, ən az yandıran maşınlardan biridir. 1 və 1.2 litrli mühərrik, 5-6 litr sərfiyyat, kiçik ölçü, rahat parklanma. Spark xüsusilə ilk maşın alanlar və şəhər sürücüləri üçün idealdır. Üstünlükləri: yanacaq az yandırır, qiymət sərfəlidir, servisi ucuz. Mənfi tərəfləri isə gücü zəifdir, uzun yol komfortu aşağıdır, amma şəhər üçün əla ekonom seçimdir. Yekun olaraq, əgər maksimum ekonomiya istəyirsənsə Prius, sadə və ucuz servis axtarırsansa Accent və Rio, etibarlılıq isə Corolla, amma ucuz və kompakt Chevrolet Spark. Sizcə Azərbaycanın ən ekonom maşını hansıdır? Hibrid daha sərfəlidir, yoxsa sadə benzin? Fikirlərinizi şərhlərdə yazın. Videonu bəyənməyi və Nicat Xaç kanalına abunə olmağı unutmayın.